Salam dəyərli izləyicilər, sizinlə yenə mən, nevroloq və neyromodulyasiya mütəxəssisi Leyla Şahbazova, eyni zamanda da sayki asanlaşdırıcısı. Ümumiyyətcə, beynimiz həyatımızı necə idarə edir? Bu haqda düşünübsünüz. Biz elə bilirik ki, həyatımızı şuurlu şəkildə idarə edirik. Lakin şuurlu şəkildə həyatımızın 5%-ni idarə edirik. Qalan 95%-i şuuraltımızla idarə olunur. Yaxşı, bu şuuraltı necə formalaşır? Şuuraltımız 0-7 yaş aralığında yaşadığımız hadisələrə əsasən nəticə çıxardaraq formalaşır. Və zamanında o inanclar bizi qorusa da, günümüzdə aktuallığın itirməyinə baxmayaraq, yenə də eyni oxşar hadisələr yaşadığımız halda bu inanclar devrəyə girir və bu səbəbdən də eyni hadisələr yaşamağa davam edirik. İstəyir şəxsi həyatda, istəyir iş həyatında, istəyir ailədə eyni hadisələr yaşayırıq. Və bu inancların 70%-i negativ inanclardır. Bu inancları dəyişdirməyimiz mümkündürmü? Əlbəttə ki, mümkündür. Bu sayki seansları vasitəsilə siz bunu edə bilərsiniz. Sayki seansları nədir, necə aparılır və bizə nə verir? İlk növbədə bir nevroloq olaraq saykidə ən sevdiyim qism nevroloji və elmi tədqiqatlara dayanmasıdır. Sayki seansları necə aparılır? İlk növbədə sizin probleminiz aydınlaşdırılır. Daha sonra bir əzələ testi edərək şuuraltınızdan cavablar alınır. Xüsusi bir əzələ testidir və şuuraltınızdan cavablar aldıqdan sonra balanslaşdırma prosesinə keçirik. Balanslaşdırma prosesi nədir? Normalda bizdə sol və sağ yarımkürə teoretik olaraq birlikdə çalışa bilsə də, eyni anda çalışa bilsə də, hər insanda demək olar ki, çoxumuzda bir yarımkürə o biri yarımkürəyə nisbətən daha aktiv fəaliyyət göstərir. Və balanslaşdırma prosesində isə bu yarımkürələr eyni səviyyədə fəaliyyət göstərir və bu tam beyin halı ortaya çıxardır. Və bu tam beyin halında olduğumuz zaman biz negativ inanclarımızı pozitivə dönüşdürürük. Burada önəmli olan qism isə sayki asanlaşdırıcısı sizə yalnızca rəhbərlik edir. Qalan bütün potensial sizin özünüzdədir. Yəni bunun öhdəsindən siz özünüz gəlirsiniz. Çox asan bir yolla, çox asan bir üsulla, cəmi dəqiqələr içində. Bunu kimə tətbiq etmək olar? Adını qoyduğumuz hər bir situasiyada biz sayki seanslarını tətbiq edə bilərik. Bu fobiyalar ola bilər, travmalarımız ola bilər. Üstəlik də travmalarınızı danışmaq məcburiyyətində belə deyilsiniz sayki seansları əsasında. Eyni zamanda təkrarlanan hadisələr, ailə, iş və sair kimi situasiyalar təkrarlanan hadisələrdə sayki seansları ilə bunun öhdəsindən gələ bilərsiniz. Mövzu ilə bağlı suallarınızı şərh bölməsində verə bilərsiniz. Mütləq şəkildə cavablandırılacaq və daha çox nevroloji məlumatlar əldə etmək istəyirsinizsə, o zaman kanalıma abunə ola bilərsiniz.